Ağdaş rayon Ləşikəsi Baltısaylı tam orta məktəbinə Aysel Hacıyev yeni direktor təyin olunandan sonra Aysel Hacıyev tərəfindən bax bu setka təzədən çəkdirilmiş 6 hektar yarım torpağı 3 hektara sənədləşdirmək istədikləri halda mən məktub ünvanladım. Bu barədə icra başçısı Orxan Hüseynzadə, Firdevsi Məmmədov, məktəb direktoru Aysel Hacıyev, Ləki qəsəbə icra nümayəndəsi Esəbər Hacıyevdən görüşsəm belə baxın. Məktəbin ərazisini dağıdıb yeni hasarlar çəkdirirlər və hasardan çöldən qalmış əraziləri yol kənarı əraziləri. Baxın, kənar şəxslərə obyekt tikilməsi üçün verilib. Prezident administrasiyasına məktub ünvanladıqdan sonra Maarif şöbəsindən bizə ünvanlanan məktubda göstərilir ki, yeni dərs ilinin başlanğıcına yaxın Ağdaş rayon Ləki qəsəbə və onun balansında olan 2 mərtəbəli binanın əsaslı təmiri olunacaqdır. Lakin buna baxmayaraq heç bir təmir işi getmir. Sadəcə 6 hektar yarım torpaqlar zəbt olunur, kənar şəxslərə satılır, pulu mənimsənilir. Baxın, hal-hazırda bu obyekt qanunsuz tikili olaraq Orxan Hüseynzadə birbaşa şəxsən özü burada olaraq onu qanunsuz tikili kimi göstərsə belə hal-hazırda ona qanuni şotski verilir. Qanunsuz şotski verilərək işə salınıbdır. Baxın, Ağdaş rayon Ləşikəsi və məktəbinin balansında olan 2 mərtəbəli bina, baxın, kanalizasiya sistemi dağıdılaraq yeni dərs ilin başlanğıcı 5-10 günə başlamalıdır. Baxın, kanalizasiya sistemi bax burada. Bax, bura axıdılır. Göl şəklində qazılaraq. Baxın, kanalizasiya sistemidir. Baxın. Baxın. Və buradan 1 hektarlıq məktəbin ərazisi var. Yanı kolla bağlanaraq mənimsənilərək hal-hazırda ot sahəsi kimi. Baxın, bax məktəbin və yaşayış binasının kanalizasiya sistemi. Bax, göl şəklində. Baxın, bax, buradan keşkal şəklində axıdılır məktəbin 1 hektarlıq zəbt olunmuş ərazisinə. Burada məktəbin hal-hazırda bufetidir. Yəni, tələbələr məktəb vaxtı burada çay içir, çörək yeyir. Baxın, burada da kanalizasiya sistemi. Çirkab suların axıdılır göl şəklində məktəbin ərazisinə. Dəfələrlə Orxan Hüseynzadə, Firdevsi Məmmədovun, Esəbər Hacıyevin, məktəb direktoru Hacıyev Ayselin qəbulunda olsaq da ki, bu antisaneriya şəraiti buradan yığışdırılsın. Bu barədə heç bir tədbir